Salam dostlar, qrupumuza atılan, Telegram qrupumuza atılan belə bir sual izahını verəcəm. Üzrlə hesab edirəm, biraz gec oldu, yəni vaxt məhdudiyyəti var idi. Əslində 4 dənə sualdır, səhv eləmirəmsə bunlar. Burada da suallar. Bəli, 1, 2, 3, 4 dənə sualdır. Və bu suallar şəbəkələrə və maskalara aiddir. Maska deyəndə burada subnet maskadan söhbət gedir. Subnet maska, yəni alt şəbəkələrə aid olan maskalardır. Deməli, nə edirik? Ümumiyyətlə, maska nədir? Maska niyə görə istifadə olunur? Maska IP ünvanının hansı hissəsinin, şəbəkəyə hansı hissəsinin hostlara aid olduğunu göstərir. IP ünvan bilirsiniz ki, 2 hissədən ibarət, şəbəkə və host hissəsi. Və IP ünvanın burada deyir ki, maskanın soldan 3-cü baytı nədir? Biz öyrəşmişik IP ünvanın bu hissələrinə, nöqtə ilə ayrılan bu hissələrinə oktet deyək. Əslində bunlara bayt da deyə bilərik. Çünki hər bir oktet bir baytdan ibarətdir. Yəni 224, bilirsiniz ki, IP ünvanlar yaddaşda 32 bit, yəni 4 bayt yer tutur. Hər bir oktet 1 baytdır. 224, 32, 48 və 131 bu IP ünvandır, qovşağın IP ünvanıdır. Digəri isə şəbəkənin ünvanıdır. 224, 32, 32 və 0. Deməli, uşaqlar, nə edirik? Belə bir düstur var, tapmaq üçün, yəni maskanı tapmaq üçün belə bir düstur var, bax. IP ünvan and maskanın ünvanı, maska bərabərdir, bizə verir şəbəkənin ünvanı. Bərabərdir şəbəkə. Bax, bu düsturdan istifadə edəcəyik indi. IP ünvan and maskanın ünvanı bərabərdir şəbəkə. İndi bunu yazdım, hələ ki silirəm. Nə deməkdir? Biz bunların hər bir oktetini, bax, IP ünvanın birinci okteti, şəbəkənin birinci okteti, yəni birinci baytı, bunları müqayisə edirik. Əgər hər ikisi eynidirsə, birbaşa deyirik ki, bunların, deməli, maskanın birinci okteti 255 olacaq. Niyə? Ümumiyyətlə, maskalar xüsusi qaydaya tabidir. Yəni, maskanın yazılışı xüsusi qaydaya tabidir. Əvvəlcə birlər, yəni şəbəkə hissəsi, sonra da host hissəsi yazılır. Sonra da sıfırlar yazılır. Yəni, ikili yazılışında. İndi burada dekimalda yazılır bu IP ünvanlar, IP ünvanın oktetləri, həmçinin şəbəkənin oktetləri dekimalda yazılır. Biz bunları təbii ki, ikili say sistemine keçirib yoxlaya bilərik. Deməli, nə edirik? Bax, yazırım. 224-ü ikili say sistemine keçirsək, bu alınır, deməli, biz bunu yaza bilərik 128 üstə gəlsin 64 üstə gəlsin 32 kimi də yaza bilərik. Bu 128 2 üstü 7-dir, yəni belə deyək də, bu bir tərəfdə düzsə 2 üstü 7-dən 2 üstü 0-a qədər 207, 206, 205, 204, 203, 202, 201 və 200. Hansılar ki var bu cəmin tərkibində, bax bu cəmin tərkibində hansılar ki var, altına 1 yazırıq. Yəni, bax, məsələn, 207 var, 207, 128 edir, altına 1 yazırıq. 206, 64 edir, burada var, cəmin içində var, altına 1 yazırıq. 205, 32 edir, cəmin içində olduğuna görə altına 1 yazırıq. Da cəmdə başqa heç şey yoxdur. Deməli, buradakı bunların heç birisi o cəmdə yoxdur. Hamısının altına 0 yazıram. Və nəticə olur 224-ün ikili say sistemində yazışı 1, 1, 1, 5 dənə də 0. 5 dənə də 0. Və dedik ki, IP ünvan and maskanın ünvanı bizə verməlidir şəbəkənin ünvanı. İndi bax, bunları alt-alta yazıram. 1, 1, 1. 5 dənə də 0.
Mən maskanı bilmirəm. Yerinə X yazıram. Bax, IP ünvanı bilirəm. Budur, 224. Yəni birinci okteti. And, yəni bura bir dənə də and yazıram. And, maskanı bilmirəm. Yazıram, maskanın yerinə X-lər yazıram. X, 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 X. Və altından xətt çəkirəm. Şəbəkənin ünvanı yazıram. Şəbəkənin ünvanı yenə 224-dür. Yəni o yuxarıdakı ilə eynilik təşkil edir. Yəni bax budur. Onu eyni ilə köçürdürəm aşağı. 1, 1, 1, 0, 0, 0, 0, 0. Baxın uşaqlar. Deməli, and ilə bağlanan məntiqi kəmiyyətlər, yəni belə deyək, bu binary ikili ədədlər, bunları and ilə bağlayanda, yəni 2 dənə 1 and ilə bağlansa nəticə 1 verəcək. Bilirsiniz ki, 1 true və 0 false kimi qəbul olunur bu tipli əməliyyatlarda. Yəni 1 and 1, yəni true and true, true'nu verir. 1 and 0, true and false, 0 verir, false verir. 0 and 0 da false verir. Yəni and'in nəticəsi yalnız o halda 1 olur ki, hər iki tərəf 1 olsun. Baxın, indi fikir verin. 1 and x bizə verib 1. Deməli, x nədir? X olacaq 1. X olacaq 1. Baxın, 1 and x yenə nəticə 1 verib. Deməli, bu x olacaq 1. Sonra 1 and x yenə 1 verib. Deməli, bu x də 1 olacaq. Qalanları 0 olacaqmı? Ola bilərmi qalanları 0? Xeyr, qalanları 0 ola bilməz. Niyə görə? Baxın, biz maskanın birinci oktetini axtarırıq hələ. 255, bu 255 olacaq. Niyə görə? 0 olsa təsəvvür edin ki, bayaq dedim, maska xüsusi yazılışa, yəni qaydaya əsaslanır. Əvvəl birlər yazılmalıdır, sonra sıfırlar. İndi mən burada sıfırlar yazsam, burada sıfırlar yazsam, axı bunun birinci oktetində burada olacaq sıfırlar, 1, 1, 1 sıfırlar deyək ki, sonra ikinci oktetində də nəsə 1 olsa, onda gələk qalan oktetlərin hamısı sıfırlar olar. O da mümkün deyil. Yəni, ikinci oktetdə məsələn bir dənə 1 olsa qayda pozulur. Bax, 1, 1 deyək ki 0, 0, 0. İkinci oktetdə bir dənə 1 olsa qayda pozulur. Çünki bu birlər əvvələ yazılmalıdır, sonra sıfırlar yazılmalıdır qaydaya görə. Aydındır, nə demək istəyirəm. Ona görə burada, baxın, burada bu x-lərin yerinə sıfırlar yaza bilmərəm. Onların hamısının yerinə birlər yazacağım. Yazıram 1, 1, 1, 1, 1. Onsuz da 0 ilə 1'in də əndi bizə 0 verir. Bax, yenə 0 ilə 1'in əndi 0 verir və s. axıracan bu şəkildə davam edir. Yəni, tapdıq ki, bax, bu oldu bizim maskamız. Bax, IP ünvan, and maska verir şəbəkə. Bu şəbəkə idi. Maskamız oldu, bax bu. 8 dənə 1. 8 dənə 1 də bizə 255'i verir uşaqlar. 255. Ümumiyyətlə, indi ümumi bir nəzər salsaq, görərik ki, bax, birinci okteti IP ünvanının 224 idi. Şəbəkənin də birinci okteti 224 idi. Maskanın birinci okteti 255 çıxdı. Ümumiyyətlə, oktetlər eyni ilə eynidirsə, yəni, bax, şəbəkənin okteti ilə, şəbəkənin IP ünvanının byte ilə, şəbəkənin baytları eynidirsə, nəticə 255 yazır. Heç hesablamadan yerinə 255 yaza bilərsiniz maskada. Yəni, maskada 255 yaza bilərsiniz. Birinci bayt 224'dür, maskada 255 yazırıq. Yəni, birinci bayt burada da 224'dür, burada da. Həmçinin ikinci bayt burada da 32'dir, bu birisində də 32'dir. Rahat-rahat yerinə maskada, yəni maskada 255 yaza bilərsiniz. Burada gəldi 3-cü bayt. 3-cü bayt artıq gördüyünüz kimi fərqlidir. Baxın, 3-cü bayt 48, IP-də 48'dir, şəbəkədə 32'dir. Deməli, nə edirik? Daha doğrusu, qovşaqda 48'dir, şəbəkədə 32'dir. Nə edirik? 48 dedik axı, IP and.
mask bərabərdir şəbəkə. Yəni 48 and maskını bilmirəm, yerinə x yazıram. Verməlidir bizə 32-ni. Bərabərdir 32-yə. Aydındır. İndi bax, buraları silirəm. Yazıram 48 and x bərabərdir 32. Biz bunu tapmaq üçün yenə ikili say sistemində keçirməliyik. 48-i ikili say sistemində keçirsəm, 48-i 32 üstə gəlsin, 16 kimi yaza bilərəm. Bu da olacaq 2 üstü 5-dir də bu. Deməli, bu 1, bu 1, qalanları 0. 1, 1, qalanları 0, 0, 0. 4 dənə 0. İndi mən bunu maskada belə yaza bilərəmmi? Xeyr. Çünki maskanın hər bir okteti 8 bit olmalıdır. Maska 32 bitli bir quruluşdur. Yəni, onun hər biti 8 bit olmalıdır. Bunu 8 bitə tamamlamaq üçün qarşısında 2 dənə 0 yazıram. Yəni, yazıram 0, 0, 1, 1, 0, 0, 0, 0. And-i belə yazıram. Bax, and. X, yəni 48 and x bərabərdir 32. X-i bilmirəm. Yerinə elə x-lər yazıram bunun. X, 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 x. Belə yazdım. Altından xətt çəkirəm. Və nəticə alınıb 32. 32 də ki, 2-nin 5-ci dərəcədən qüvvətidir. Yəni, bu 1 arxasında 5-dən 0-dır. 5-dən 0-ı sağdan sola qədər yaza-yaza gedirəm. 0, 0, 0, 0, 0 və 1. Bunun da qarşısına 8-yə tamamlamaq üçün, 8 biti tamamlamaq üçün qarşısına 2 dənə 0 yazıram. Və ondan sonra əməliyyatın icra edirəm. Baxın, 0-la nəyin nəticə 0 verə bilərik? Bu x-in yerində ya 0 ola bilər, ya da 1. Amma təbii ki 0 olmayacaq. Çünki yenə də, bax, fikir verin. Burada bir dənə 1 alınıb. Deməli, 1 alınıbsa, bu x mütləq 1-dir. Mütləq 1-dir. Və maska qaydasına görə artıq burada bir 1 varsa, ondan qabaqda 0 ola bilməz. Baxın, dedik ki, ilk 2 okteti 255-dir. 3-cü oktetdə belə bir hal ola bilməz ki, 0, 0, 0, 0, 0 gəlib 1 dursun. Biz dedik axı, yəni, bax, 255-lər 1, 1, 1, 1, 1, 1, 1, 1, nöqtə, nöqtə, 1, 1, 1, 1, 1, 1, 1, 1, nöqtə, sonra 0, 0, 0, 0, 1 ola bilməz. Bu birlər maskada qabağa düşməlidir, sıfırlar axıra. Ona görə biz burada, bax burada, bu x-lərin yerinə 0 yox, ancaq 1 yaza bilərik. Və həqiqətən də 0 ilə 1-in əndi bizə 0 verir. 0 ilə 1-in əndi bizə yenə 0 verir. 1 ilə 1 ənd bizə 1 verdi. Və qalanların yerinə artıq rahatlıqla 0 yaza bilərik. Bu x-lərin yerinə rahatlıqla 0 yaza bilərik. Niyə görə? Çünki bax, fikir verin, 4-cü oktetdə 131 0-dır. 131 ilə 0-ın əndi onsuz da, 131-i ikili say sistemində keçirsiniz, nə olur olsun, altına 0-lar düşsüz, hamısının bir görüşməsi 0 verəcək. Yəni, onsuz da buradan bir yana ancaq 0-dır. Yəni, onlar postlara aiddir. Ona görə biz bura 0-lar rahat yaza bilərik. Aydındır, yəni, bax, burada olur, bax, burada olur, elə bilin ki, 1, 1, 1, bax, 1, 1, 1, qalanları 0, 1, 2, 3, 4, 5, nöqtə, 4-cü də ki, rahat-rahat 0 ola bilər də, 4-cü də olacaq 0. Yəni, 8 dənə 0. Yəni, burada görürsünüz, qayda pozulmadı. Yəni, bax, birlər əvvələ düzüldü, sonra 3 dənə 1, qalanları 0-lar. Yəni, maskanın qaydası pozulmadı. Və, deməli, maskanın 3-cü oktet necə alındı? Bax, fikir verin, 3-cü oktet alındı. 1, 1, 1, 0, 0, 0, 0, 0. Bu da ki, bəyaları hesablamışdı. Səhvələməmişsə, 224 idi. Vəssalam. Soldan 3-cü oktet, yəni 3-cü byte. Bax, soldan 3-cü byte. Birinci byte budur, 8 bit. İkinci byte budur, 8 bit. Üçüncü byte da həmin bax budur. Bu da 8 bit, yəni bu da 224'dür. Soldan 3-cü byte'ımız
224'e bərabər olmuş oldu. Ümidvaram aydın oldu. Növbəti sualların da izahını növbəti videolarda atacağım. Sağ olun.